Onlar bizi içəri buraxan oxşamlar. Heç oxşamırlar, nəsə öz dillərində deyirlər. Böyüyəndə pul yığıb mən də özümə beləsini alacağam. Uşaqlar da gəlirlər drona baxmağa. İlk olaraq çağrı mərkəzindən başlayacağıq. Vəziyyət yaxşı deyil. Bəlkə birinci ayaq yolundan başlayaq. Bu otaqda paraşütlər hazırlanır. Bunlara çəkilişə kim icazə verib? Ofisdəkilərin xəbəri var. Heç kəsin xəbəri yoxdur. Dayandırsınlar çəkilişi. Bizi çəkdiyinə görə pul ödəməlisən. Heç kəs səni çəkməyib. Uzatma, pulu ver bura. Düz deyir, pul ver. Heç nə almırsa nə çəkir orada? Bizə pul versinlər. Səni çəkmirlər, çəkəndə verərlər. Biz buradayıq, heç bir problem olmayacaq. Hey, nə çəkirsən orada? Heç nə. Nəsə çəkirsən axı? Sənə kimsə barmağı ilə toxunsa, Nə deyir o? Bura gəlin. Ofisə keçib içəridə danışmalıyıq. sən kimsən ki, hədə qorxu ilə danışırsan? Ruandada son günümüz idi. Amma bu ölkədə çəkəcəyimiz, daha doğrusu çəkməyi planlaşdırdığımız əsas bir yer qalmışdı. Zipline. Bu haqda danışmamışdan əvvəl onu deyim ki, Ruanda dünya coğrafiyasında balaca bir ölkə kimi görünsə də, qısa zamanda 3 vacib hədəfə çata bilib. Sürətli inkişaf, yoxsulluq dərəcəsinin kəskin azalması və sosial bərabərsizliyin nisbətən aradan qaldırılması. Soyqırımından sonra ölkə iqtisadiyyatı 50% zəifləsə də, hal-hazırda Ruanda ümumdaxili məhsulun artımına görə Çin, Amerika və Avropa ölkələri ilə rəqabət aparır. Bu səbəbdəndir ki, Ruandaya Afrikada parlayan ulduz deyirlər. Biznes və ticarət azadlığına dair aparılan uğurlu islahatlar Ruandanı ən yaxşı iqtisadi mühitə sahib ölkələrdən birinə çevirib. Ölkənin dənizə çıxışının olmaması, üstəlik yolsuzluq iqtisadiyyata mənfi təsir göstərirdi. Hökumət bu işin öhdəsindən uğurla gəlir. Çox çəkmir ki, Ruanda yollarının keyfiyyətinə görə dünya ölkələri arasında 48-ci yerə gəlib çıxır. Daha dəqiq desək, İtaliyanı belə vurub keçir. Amma yollar səhmana salınsa da, ölkə dağlıq ərazidə yerləşdiyindən qan və dərman vasitələrinin vaxtında xəstəxanalara çatdırılması problem olaraq qalmaqda idi. Bu məsələdə də Ruanda hökuməti cəhd tərpənir və darvazasının ağzında gözlədiyimiz Amerikanın Zipline şirkətini 2016-cı ildə ölkəyə gətirir. Elə bura gəlib çıxmaqda da məqsədimiz dronlarla çatdırılma xidmətini həyata keçirən bu müəssisə ilə yaxından tanış olmaq idi. Yarım saatdan çox keçməsinə baxmayaraq, hələ də çəkilişə icazə üçün xəbər gözləyirdik. Onlar bizi içəri buraxan oxşamlar. Heç oxşamırlar, nəsə öz dillərində deyirlər. Xəbər eləyib, kimsə zəng vurub deməlidir içəridə. Belə işlər ancaq 1 ay, 2 ay qalmış müraciət eləmək lazımdır ki, nəsə bir tədbir görsünlər içəridə. Ara sıra mühafizəçi yaxınlaşıb nə isə soruşur, nə isə imza attırıb daha sonra yoxa çıxırdı. Xüsusi dronları yaxından görmək üçün səbirsizlənən təkcə biz deyildik. Bu layihə uşaqlara da maraqlı idi. Sənin adın nədir? Mənim adım Fabrisdir. Sən burada nə edirsən? Hə? Deyirəm, burada nə işlə məşğulsan? Dronlara baxıram. Uzaqdan təyyarəyə oxşayırlar. Tez-tez gəlirsən bura? Demək olar ki, hər gün burada oluram. Arada bir uşaqlarla dərsdən qaçıb bura gəlirik. Dronları izləmək çox maraqlıdır. Böyüyəndə pul yığıb mən də özümə beləsini alacağam. Uşaqlar da gəlirlər drona baxmağa. Amma uşaqlardan qabaq bizi, çünki biz nə boyda yol gəlmişik drona baxmağa. Görək Zipline'ın startup layihəsi doğrudan da deyildiyi kimi maraqlıdır yoxsa yox. Nəhayət ki, çəkilişə razılıq verildi və bizi içəri buraxdılar. Necə deyərlər, bəxtimiz əməlli başlı gətirmişdi. Mənim adım Olympusdur. Uçuş operatoruyam. Startup layihəmizlə sizi mən tanış eləyəcəm. İlk olaraq çağrı mərkəzindən başlayacağıq. Vəziyyət yaxşı deyil. Bəlkə birinci ayaq yolundan başlayaq. Əvvəla onu deyim ki, bizim Ruandada 2 filialımız var. Muhanga və Kayonza. İşimiz dronlarla əsasən qan və tibbi ləvazimatlar daşımaqdır. İlk proses buradan başlayır. Çağrı mərkəzindən. Özünüz də görə bilərsiniz ki, operatorlarımız müştərilərin zənglərini anında cavablandırır. Ümumilikdə sifariş və bağlamanın dronla yola salınması isə sözün əsl mənasında 5 dəqiqə ərzində baş verir. Dronlarımız 10 kiloqrama qədər yük daşıya bilir və ölkənin demək olar hər yerinə çatdırılmamız var.
Onu da deyim ki, Zipline şirkətinin çatdırılma xidməti milyonlarla insanın həyatını xilas edir. Belə ki, Ruandada doğuş zamanı ölümlərin az qala yarısı qan itkisinə görə baş verirdi. Uzqar ərazilərdə yerləşən klinikalara qanın və dərman vasitələrinin təcili çatdırılması sayəsində ölüm halları 67% azalıb. Təkcə 2023-cü ildə 28754 ədəd qan paketi çatdırılıb ki, bu da Zipline dronlarının nə dərəcədə əhəmiyyətli olmasından xəbər verir. Bu otaqda paraşütlər hazırlanır. Paraşütlər xüsusi düzəldilmiş qutulara bərkidilir. Yüngül olmasına baxmayaraq, istifadə olunan material çox davamlı olur. Bu da sifarişlərin paraşütlə yerə buraxıldıqda zədələnmədən öz sahibinə çatmasına imkan verir. Deməli, indi gedəcəyimiz otaqda məhsullar yüklənir. Yetərincə böyük bir ambardır. Görünür ki, artıq bəlli bir müştəriləri var. Bilirlər ki, hansı mallardan alıb yığmaq lazımdır bura. Orada qızlar düzəldirdi paraşütü. Budur. Bu qutulara bağlanır. Bu qutunun içinə burada olan qandır, dərmanları Hədə müxtəlif sifarişləri drona bağlayıb göndərilir. drona bağlı göndərilir. Görürsünüz, nə maraqlıdır? Əsl bildiyiniz mini paraşüt. Yəni, balaca bir paraşütdir, amma çox böyük effekti var. Afrika kimi mürəkkəb relyefi olan, tıxacları bol olan ölkələrdə düşünürəm ki, bu layihənin qiyməti yoxdur. Baxırsınız, sadə bir konstruksiyadır, amma onun arxasında təbii ki, böyük bir elmi-texniki tərəqqinin məqamları var. Belə bir layihələrin başqa ölkələrdə də olmasında fayda var. Görürsünüz, burada tibbi ləvazimatlar var. Yəni, qısa bir müddətdə ölkənin bir tərəfindən digər tərəfinə yarım saat ərzində sifarişləri çatdıra bilirlər. Bu çox da önəmlidir. Ələxüsus da burada söhbət insan həyatını xilas eləməkdən gedirsə. Tələbat var burada. Biz olduğumuz müddətdə dron uçuşları ard-arda həyata keçirilirdi. Yəni düşünürəm ki, düzgün olan vaxtda, düzgün olan yerdə Zipline şirkəti bu layihəyə start verib. Murad, sən nə deyirsən? Bu layihənin sənə görə faydası necədir? Belə bir servisin olmağı çox əhəmiyyəti var. Dağlıq yerlər, məsəl üçün, ucar kəndlər, hələ bir yerlərdə belə bir servisin olmağın çox faydası ola bilər. Ucqarı ucardı, namayəbi yoxdur. Ucarda belə bir servisə ehtiyac yoxdur. Bir yolumuz var, sürürsən, çatırsan ora tez bir zamanda. Burada həmin o bağlamaları yerləşdirirlər dronun içərisinə, ana korpusuna. Ondan sonra gətirirlər əsas qurğuya, buradan da göndərirlər ünvana. Bunlara çəkilişə kim icazə verib? Ofisdəkilərin xəbəri var. Heç kəsin xəbəri yoxdur. Dayandırsınlar çəkilişi. Düzdür, içəridə çəkilişlər apardıq, amma sonradan baş ofisdən məlumat verdilər ki, çəkilişə icazə yoxdur. Düşündük ki, çox da üz vurmayaq. Elə bu qədər şərait yaradıblarsa, yenə də sağ olsunlar. Əslində qalsa şəraiti səhvən yaratmışdılar. Açığı Muradın çəkilişə icazə üçün hansı sehirli sözlərdən istifadə elədiyini deyə bilmərəm. Amma bildiyim odur ki, adam əməkdaşları rəsmən tilsimləmişdi. Ta ki, baş ofisdən göstəriş gələnə qədər. Vəziyyət o qədər pisləşmişdi ki, işçilərin təkidi ilə hətta bəzi çəkdiyimiz materialları məcbur qalıb silməli olduq. Ümid eləyək ki, dəyərli dostlar, məhz bu çəkilişdən sonra burada işləyən əməkdaşları, müdirləri işdən qovlamayacaq. Əslinə qalsa, mən sizə bir söz deyim, burada biraz məxvilik var da, yəni hər şirkətin öz mətbəxi var, onu gizlədir, istəmir ki, görsünlər. Biz də çalışarıq ki, etimaddan sui-istifadə eləməyək, çox da açıq-saçıq göstərməyək bəzi məqamları, amma ki, həqiqətən yəni məxvilik qorunmalıdır. Şəxsən mənim şirkətim olsaydı, mən Muradı qapıdan içəri buraxmazdım. Baxmayaraq ki, mənlə uşaqlıqdan bir yerdə böyümüşük. Təbii. Sən buraxardın mənə qapıdan? Mən buraxardım.
Ruandada olduğumuz son 5-6 saatın dadını çıxarmaq üçün paytaxt Kiqaliyə yollandıq. Kaş ki yollanmazdıq. Kaş ki Ruandanın pis üzünü çılpaqlıqları ilə görməzdik. Bugünə qədər gəzdiyimiz 21 Afrika ölkəsində görmədiyimizi gördük burada. Məsələn, bu epizodda bizə əl yelləyən oğlanı çəkirdik. Amma yanındakı başqa adamlar turist olduğumuzu düşünüb, bizə şər ataraq pul qoparmağa cəhd elədilər. İddialarına görə güya biz onları çəkirdik. Bizi çəkdiyinə görə pul ödəməlisən. Heç kəs səni çəkməyib. Uzatma, pulu ver bura. Puah, qorxdum səndən. Düz deyir, pul ver. Sən də maşını sür də nəyə baxırsan? Bu hadisədən sonra sürücümüz Martin yaman qorxmuşdu və biləndə ki, növbəti çəkilişi bazarda planlaşdırırıq, adamın rəngi biraz da ağardı. Ruandada sən deyən elə bazar da yoxdur. Ay qardaş, sən nə danışırsan? İstəyirsən sənə indi internetdə açım göstərim. Martinin bizimlə bazara getmək istəməməsinin səbəbini sonradan öyrəndik. Sən demə çəkmək istədiyimiz bazar az əvvəl qarşımızı kəsib şər ataraq pul tələb edən adamların məskəni imiş. Təbii ki, macəralara olan sevgimiz çəkilişlə bağlı bu qərarımızı daha da qətiləşdirdi. Nəhayət ki, gəlib bazara çıxdıq. Amma bazarda qanı qara, negativ insanlardan başqa diqqətimizi heç nə çəkmirdi. Az qala hər kəs işini gücünü atıb, dərdsərləri ancaq bazara gəlmiş 2 ağ adamla maraqlanmaq idi. Heç nə almırsa nə çəkir orada? Heç olmasa pul versin. Onlar etiraz edirlər. Deyirlər çəkmək istəyirlərsə nə salmalıdırlar. Elə belə çəkiliş olmaz. Hə, bildim. Gedək başqa tərəfə baxaq. Yanlarından keçər-keçməz məni çəkmə. Kameranı o tərəfə tut deyənlərin sayı o qədər çox idi ki, artıq bu söz bizim üçün adiləşmişdi. Təkcə Martindən başqa. Məcbur qalıb, tez-tez onu sakitləşdirməyə çalışırdıq. Martin, rahat ol, rahat. Biz buradayıq. Heç bir problem olmayacaq. Yox, heç bir problem yoxdur. Narahat olmayın. Bir də mənə qulaq as. O dəfə sizinkilərdən biri mənə deyir ki, problemi yoxdur. Bilirsən nə dedim ona? Dedim, bilirəm problem yoxdur. Çünki problemin özü elə mənə. Hə, Başa düşdün? başa düşdüm. Rahat ol, gəl dalımca. Bazarın özünə gəlincə, çox kasıb, Çin malları ilə doldurulmuş adi ticarət mərkəzlərindən biri idi. Maraqlı heç nə yox idi. Sanki oradakıların acığına gəzib dolanırdıq bazarı. Çox çəkmədi ki, bazarda necə deyərlər vəziyyətə nəzarət eləyən adamla qarşılaşdıq. Hey, nə çəkirsən orada? Heç nə. Nəsə çəkirsən axı? Vallah, qəribə adamlarsınız. Yanınızdan keçmək olmur. Güya burada çəkiləsi nə var ki? Təbii ki, belə dırnaqarası ovçular qurbanını uzaqdan seçməyi yaxşı bacarır. Bizə dişinin bata bilməyəcəyini görüb, yanımızdakı arıq və ürkək bələdçimizi qarmağına keçirmək istədi. Xalq dili ilə desək, xox gəlmək istəyirdi. Martin, nə deyir o? Gəl bura. Deyir, çəkiliş eləyirlərsə pul verməlidirlər. Mən elələrinə pul vermirəm. Sonrası da ki, burada çəkiləsi heç nə yoxdur. Biz gedirik. Martin, yadında saxla. Biz Azərbaycanlılar dosta görə canımızı verərik. İnan mənə, sənə kimsə barmağı ilə toxunsa, onu həyata gəlməyə peşman eləyərik. Hə, başa düşdüm. Çəkiliş aparırlar, onda de ki bizə pul versinlər. Səni çəkmirlər, çəkəndə verərlər. Bazara girməyimizlə elə hamısı bizdən pul istəyir. Çatan deyir ki, pul ver, pul ver. Daha demirlər ki, bizim özümüzə pul lazımdır. Az öncə bələdçimizin qarşısını kəsən bazarın reketi puskuda dayanmışdı. Yolumuzu gözləyirdi. Ümid sonuncu ölür deyib, bizdən pul qoparmaq üçün axırıncı cəhdini elədi. Nə deyir o? Bura gəlin. Nə deyirsən? İçəri keçin. Keçmirəm. Bax, mənim kefim istəyir, burada dayanıram. Sonra nə sözüm var deyə eşidirəm. Ofisə keçib içəridə danışmalıyıq. Sən kimsən ki, hədə qorxu ilə danışırsan? Ofisə keçib danışmalıyıq. Deyəsən, qorxutduğun adamlarla səhv saldın bizi. Get işindən məşğul ol. Hə, getdin. Getdin. Ay qardaş, biz qorxmaqdan sən qorxursan. Axı, bura sənin öz ölkəndir. Görürlər ki, sən qorxursan, ona görə də bizi dartışdırırlar ora-bura. İncimə, Ruanda bizi həqiqətən məyus elədi. Təbii ki, Ruandada maraqlı, yadda qalan günlərimiz də oldu. Və əsl səyyah odur ki, bütün çətinliklərə baxmayaraq xoşagəlməz hadisələri unudub, gülümsəyərək yoluna davam eləsin. Elə bizim kimi. Fikir versiniz bura. Bu mənim corabımdır. Çıxart göstərir.
Deməli, kameranın obyektivini mühafizə eləmək üçün xüsusi silikon bir material var. Onu itirmişik. Açığı baxdım baqaja. Orada çox funksiyalı corabımı tapdım. O corabı həm giymək olur, həm kameranın üzünə keçirmək olur. Hətta indi kimsə qrip olsa, corabdan da istifadə edə bilərik. Hər bir işə yarayır. Əsas odur, corab təmiz olsun, giyilməmiş olsun, qalanlar hər şey qaydasında olacaq. Muradla nə badirələri aşmadır, bir Allah bilir. Murad, məsələn, sənə sual versələr ki, başına nə gəldi Afrikada, nə deyəcəksən? Daha nələr gəlmədi başıma. Cavab ancaq bu olacaq, başımıza Afrikada nə gəlmədi ki? 39 nəfərin öldüyü mitinqdə qaz bombalarının partlaması. Göydən atılan daşlardan möcüzəvi şəkildə canımızı qurtarmağımız. Polislərin bizə hədə qorxu gələrək rüşvət tələb eləmələri. Nə deyirlər Murad? Əlsən 505. Bu özünü böyük sayır da, bu elə deyil. Seks işçilərinin avtomobilimizə hücum edib şüşələri sındırması. Get, dayanma, sür. Lənətə gələsən. Maşının şüşəsini sındırdılar. Azərbaycanlı olaraq dostu yarı yolda qoymayıb maşını təmir etmək üçün başımıza gələn əhvalatlar. Son söz vermişdik ki, avtomobilində heç bir problem qalmayacaq. Murad, sözümüzün üstündə durduq. Əməli başdı. Adicə ət bazarında üstümüzə bıçaq çəkən qəssab. Hey, nə çəkirsən orada, ha? Kameranı yığışdır. Sən də bıçağını yığışdır. Turistlər də bıçaqla danışmırlar. Özünə problem yaratma. Zibillik stansiyasında bizdən pul tələb edən gənclər. Kriminal otelin sakinləri ilə dava qırğınımız. Qadın gəldi, biz qadın çağırmamışdıq. Çox şirinsiz. Hə, çox sağ ol. Sizi çox sevdim. Çox şirinsiz, çox. Bu nə istəyir bizdən? Olar bir dəqiqəlik siz çıxasız, biz çəkilişi bitirək, sonra gələrsiniz. Bunu qovlayan olacaq ya, yox. Xeyr, mən sənə pul verməyəcəm. Mən sənə pul verməyəcəm. 2 milyon əhalisi olan əyalətdə ayaq yolunun olmaması, antisanitariya, insanların unudulmayan faciəvi həyat hekayələri. Bəlkə də tualeti olan evlər var. Amma siz o evləri Kiberada axtarmayın. O imkana sahib olan adamlar burada yaşamır. Bəs insanlar burada təbii ehtiyaclarını necə ödəyirlər? İstər ayaq yolu məsələsi, istərsə də çinmək. Bütün bunlar evin içində baş verir. Necə yəni? Vedrələrdən, hətta bəzən paketlərdən istifadə edirik. Vedrələrdən? Bəli. Dünyaya 48 uşaq gətirməklə Guinnessin rekordlar kitabına düşmüş xanımı tapmaq üçün çəkdiyimiz məşəqqətlər. Deyəsən xoşbəxtsən. Bəli, bəli. Belə xanıma görə dəyərdi. Tıxaclarla 40 kilometr məsafəni 6-7 saata gedməyimiz. Digər tərəfdən yolun əks istiqamətində hərəkət eləyənlər var. Baxın, baxın görürsünüz. Bir dənə burada balaca bir yer tapılıb. Hər kəs oradan keçir, çünki hərəkət yoxdur, tıxacdır. Bakıdakı tıxaclara min şükür. Elizabet Milli Qoruğunda heyvanları görmək üçün saatlarla günün altında vurnuxmağımız. Eşidirsən? İşdirəm. Mənim fikrim Kadırdadır. Aha. Şir gəlsə deyərsən. Deməyəcəm. Nil çayının mənbəyinə yola düşəndə qayığımızın tüstüləməsi. Emanuel, nə məsələdir? Narahat olmayın, bir balaca problem var, onu həll edirik. Nil çayının mənbəyindəyik. Muradla gəlmişik, iki muzunqu. Məhz Nil çayı bu yerdən başlayır, buradan başlayır. Amma bizim dostluğumuz çoxdandan başlayıb. Lap çoxdandan. Əcaib Uganda pivəsini içməmək üçün sərxoş adamların yanından məzəli şəkildə aradan çıxmağımız. Vebali, deməli dəyərli dostlar, gəl. Sağ ol deməkdir, çox sağ ol deməkdir. Muraddan əlavə pul almaq istədilər, ona görə də mən zarafat eləyə-eləyə Muradı aradan çıxartdım. Necə deyərlər, Vebali. Az əvvəl bazardakı insidentlər, hansı birini deyim? Yüngül həyat tərzi keçirən qadına bələdçimizin bacı deməsini isə gülümsəmədən xatırlamaq qeyri-mümkündür. Salam uşaqlar. Oo, siz neçə nəfərsiz ki? Bacı, bir dəqiqə gözlə, söz deyirəm. Qarilla mühafizəçiləri kəndində qəribə qarşılanma mərasimindən Muradla indiyə qədər öz aramızda danışıb gülürük.
Bismillahirrahmanirrahim. Qorxdum. Amma 300-dən çox evsiz uşaqlara və 500-dən çox kimsəsiz müsəlman balalara yardım etməyimiz səfərimizdən yadda qalan ən xoş xatirə oldu. Yəni İslamın disiplini, İslamın əxlaqı, İslamın mənəviyyatı budur. Uşaqlar, yəni ki, bunlar nə başa düşürlər, ayıb nədir, utanmaq nədir. Amma görün necə səliqə ilə götürürlər. Bunlar bildiyiniz gecələr ac yatan müsəlman balalarımızdır. Hələ mən bir neçə gündən sonra Kenya küçələrində xidmətə başlayacaq avtobusun üzərinə həkk olunmuş Azərbaycan bayrağından danışmıram. Düşünürəm ki, qısa bir zamanda möhtəşəm bir iş qoydu ortalığa Nuzi qardaşımız. Bu həqiqətən möhtəşəmdir. Əla, hər şeyə görə çox sağ ol. Dünyanın tən ortasında, ekvator xəttində dalğalanan bayrağımız isə ömürlük yaddaşımızdan silinməyəcək. Deməli, indi mən hal-hazırda cənubi yarımkürədəyəm. Murad şimal yarımkürədədir. Amma çox maraqlı məqam nədir burada? Görürsüz, ekvator xəttidir. Amma burada nədir? Başımızın üstündə. Bizim doğmamız, canımız, bütün bayraqların gözəli, yaraşıqlısı, hər şeyimiz Azərbaycan bayrağı. İnanın ki, Tüklərimiz biz dayandı. Bax, indi həqiqətən də tüklərimiz biz dayandı bizim. Yəni, o qədər gözəl bir hissdir ki, məhz ortada ekvator xəttində Azərbaycanın bayrağıdır. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsə vicdan olmaz. ümid eləyirəm ki, iki muzunqunun sizin üçün hazırladığı məlumatlar maraqlı oldu. Max Fray'ın gözəl bir sözü var. Deyir ki, ən gözəl səyahət odur ki, heç zaman bitmir. Mən sizə bitməyən səyahət arzulayıram. Murad, sən nə arzu eləyirsən bizim izləyicilərə? Uzun ömür can sağlığı. Sonda onu demək istəyirik ki, İki muzunqu ilə yeni səyahətlərdə görüşənədək. Əl elədin? adət. Əlin pulla döyür ki, Murad axıra qədər elədin.